İlahi, mən hər dəfə artıq hazıram deyib sənin qarşında namaz qılmaq üçün qalxdıqda və səninlə raz niyaz etdikdə, namaz qıldığım zaman məni yuxuya vermiş və münacat etdiyim zaman məni münacatından məhrum etmisən. Axı mənə nə olub ki, nə zaman artıq salih şəxs olmuş və tövbəkarlar məqamına yaxınlaşmışam dedikdə, hansısa bir imtahan məni bu işlərdən saxlayır və sənin xidmətində olmaqda mənə mane olur. Ey mənim Mövlam, yoxsa məni qapından qovmuş, xidmətində olmaqdan uzaqlaşdırmış, ya sənin haqqını yüngül saydığımı görüb məni özündən kənarlaşdırmış, yaxud səndən üz döndərdiyimi görüb mənə acığın tutmuş və yaxud yalançılardan hesab edib məni tərk etmisən. Bəlkə nemətlərinə şükr etmədiyimi görüb məni məhrum etmiş, yaxud alimlərin məclisində olmadığımı görüb məni xar etmiş, yaxud da qafillərdən hesab edib rəhmətindən məyus etmisən. Yoxsa batil əhlinin məclislərinə adət etdiyimi görüb məni onlarla baş-başa buraxmış, ya duamı eşitmək istəməyərək dərgahından uzaqlaşdırmış və ya xəta və təqsirimə görə məndən əvəz çıxmış, yaxud da həya etmədiyimə görə məni cəzalandırmısan.